artıq 3-cü dünya müharibəsi başlayıb. Onun əsas əlamətləri təkcə Ukraynada və Yaxın Şərqdə gedən müharibələr deyil, həm də daha aydın olanı mövcud beynəlxalq nizamın qaydalara əsaslanan sonunun qoyulmasıdır. Turkistan az məlumat verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mikhail Saakashvili sosial şəbəkə hesabında əlavə edib. Köhnə beynəlxalq hüquq ciddi şəkildə zəif edilib. Hüquqi güc müəyyən edir ki, bu da dünyada çoxsaylı əsaslandırılmış hərbi münaqişələrə səbəb olacaq. Bu yeni reallıq kiçik və zəif ölkələr üçün ciddi təhlükə yaradır və qlobal iqtisadiyyata ciddi zərbə vurur. Çin artıq bu yeni dünyanın bir hissəsinə çevrilib və yaxın aylarda daha da fəallaşacaq. ABŞ öz mövqeyini yenidən nəzərdən keçirməli olacaq. Çünki dünya cəhənnəmə gedərkən o sakit dayana bilməz, Saakashvili qeyd edib. Biz İranda beynəlxalq çevrilişin ola biləcəyindən çox nigaranıq. İsrail bildirir ki, İranın daxilində Təbrizdən Şərqi Azərbaycandan Tehrana qədər hava nəzarəti mənim əlimdədir. Bu sözləri Global Info Asay Güneyli hüquq müdafiəçisi, siyasi şərhçi Salih Kamani bildirib. O deyib ki, İraqdakı Kürd terrorçu qruplar hazır vəziyyətdə gözləyir. Biz qorxuruq ki, onlar paytaxtı ələ keçirələr və hazırladıkları Kürd qrupları, mücahidləri və ya hətta şahçıları yaxud üçünün vasitəsilə Tehrana nəzarəti ələ keçirib. Millətlər, xüsusilə Türklər əleyhinə çevriliş edələr və sonra burada müvəqqəti hökumət qurmaq haqları olduğunu iddia edərlər və eynilə İran rejiminin Azərbaycanlılara qarşı siyasətini yürüdərlər. Bu çox böyük təhlükədir. Bunun qarşısını almaq üçün günü Azərbaycanlıların və Azərbaycanla Türkiyənin üzərinə böyük iş düşür. Biz istəyirik ki, rejim həm dəyişsin, həm də Azərbaycanlı türklərin hüquqları bərpa edilsin. Azərbaycan türkləri İranda çoxluq təşkil etdiyi üçün yaranan hər hansı yeni sistemdə hakim partiya olmaq potensialına malik xalq və cərəyandır. Ona görə biz belə dəyişikliyin tərəfdarıyıq və bunun əleyhinə çevriliş olacaqsa, əlbəttə ki, nigaran olmaq və qarşısını almaq lazımdır. Qeyd edək ki, İsrail ilə İran arasında davam edən gərginlik fonunda İran kürdləri hakimiyyətə qarşı savaş açmaq niyyətində olduqlarını elan ediblər. Bu barədə ictimai-siyasi ekspert Qrigori Tamar məlumat paylaşıb.